Bir də hər vaxtınız xeyir olsun, əziz futbol azarkeşləri. İkincisi də yenidən bir yerdə bir daha xatırladaq. Bilməyən var, Asvararın da Premier Liqanın yaz mövsümü qrup oyunları çərçivəsində artıq son turda 9-cu tur Penya Baku və Sumqayıt komandaları üzləşir. Penya fasiləyə 4-1 hesabı önündə yollandı. Sumqayıt önündə. Görə ikincisi də bizi nə gözləyir? Comeback geri dönüş mü izləyəcək, yoxsa üstünlüyü artacaq mı? Nicat Baxşıyev ötürmədə səhvə yol verdi adaşım. Nicatın ötürməsindən Murad və top qapıdan keçir. Bilmən fasilədə nə məşvərət etdilər, nə söhbət etdilər, amma bu komanda üçün yararlı oldu. Murad Hüseynov qolun müəllifi olur. 2-4. Penya Baku 4. Sumqayıt 2. Bir qədər oyuna qayıdacaq mı? Sumqayıt təmsilçisi Elmar Qasımov. Böyüyağa. Abi gelenleri sürüşen elleri görüştür. Elmar Rəhimov Eminlə oynadı. Böyüyağa. Elmar Qasımov. Böyüyağa Quliyev. Yeniden Böyüyağa ilə oynadı. Top müdafiədən çıxarıb, indi əksi əmləyə səy göstərəcəklər. Nicat Baxşıyev. Geri gəlmişdən xatırladaq ki, görüşdə tilsimi. O qırmışdı Emin Əliyevin zərbəsi. Kamran ayıq sayıqdı. Xəzər Ağalızadə. Xəzər. Kamran yerində, daha sonra Ramin Ağayev. Və Böyüyağada top meydan tərk edir. Qapıdan zərbə. Kamran. Elmar Rəhimov qazandı. Elmar Rəhimov. Böyüyağa önünü boşaltdı. Amma zərbə uğurlanmadı. Bir daha qeyd edək. Penya Bakunun 4-2 üstünlüyü var. Sumqayıt önündə. İlkin Bəlizadə. Xəzər onu qabaqladı. Murad. İkincisi də yalnız bir gol izləmiş. O da Sumqayıt komandası da Muradın ifasında. Bu arada Ağa Səfərov da biz meydanda görürük Sumqayıt niyyətində. İkincisi də meydanda da Ağa Səfərov. Murad da Eminin öncə. Topu qazanır. İlkin Bəlizadə. Nicat Məhərrəmov ötürmək istəyirdi. Bəlizadə bir qədər ayaq saxladı. Ehtiyatlı değil. Abi ehtiyatlı. Diaqala doğru ötürmə. Ramin Ağayev. At yenitilməlidir. Elmar Qasımov. Adaşı ilə oynadı. Ediyor. Ola. Xəzər Ağalızadə. Xəzər. Elmar, eyni zıraqda Nicat Baxşıyev. Xəzərə çatmadı, Murad araya girdi. Ramin Ağayev. İlkin Bəlizadə, Sumqayıt əks həmləsini izləyəcəyik. Edirlər zərbə.
Qasımov, Böyük Quliyev. Xəzər Ağalızadə, eyni zat Elmir Fətəliyev. Top özünə irəli buraxdı Kamran, Murad, Sumqayıt. Eksizm üçün səy göstər, yerdə qalan oyuncu var. Ədalət təmsilini görüşü saxladı. Ver ağaya, ağaya. Ağa Səfərov, ötürmədə səhvə yol verdi Emin Əliyev. Taban ötürməsi Böyük Ağa. Qapı tirinə dəydi. Murad. Fətəliyevin. Keçid yoxdur. Böyük Ağa cina dəyişir Elmar Rəhimov. Penyan əmləsi. Xəzər. Böyük Ağanı qabaqlayan oyuncusu Anar Rəhməzadə oldu. Out. Elmar Diyaqala doğru ötürmək Fətəliyev. Tələsmə bir qədər geri çəkildi. Görə kim ilə oynayacaq? Kamran yerindədir. Nizat Məhərrəmov. Elmir. Xəzər Ağalızadə. Emin Əliyev taban ötürməsi Xəzər və gol. Möhtəşəm bir kombinasiya. Xəzər. Emin Əliyevin məhsuldar ötürməsində fərqlənən oyuncu olur. Taban ötürməsi həqiqətən də möhtəşəm idi. 5-2 fərq yenidən 3-ə yüksəldi. Penya Baku 5, Sumqayıt 2. Orta pat. Anar Rəhməzadə. Muradı Qahdəmli. Orada Vüqar Rəhimov da biz meydanda görürük. İlkin Vəlizadə. Cavab qolu gecikmir. İlkin fərqləndi. 3-5 oldu. Fuad Hüseynov. Ötürmədə səhvə yol verdilər. Kamran. Ağa Səfərov. Elmir Fətəliyev. Emin Əliyev. Emin. Qayda pozulub. Artıq Emin rəqibinə yayınırdı qaydanı. Pozmaq onun qarşısı kəsilir. Fətəliyev. Kamran İlkin Vəlizadə. Murad. Ağa Səfərov. Vüqar qarşıladı rəqibini. Fuad Hüseynovla Penyan əmləsi. Elmir. Yerlə ötürmə Emin Əliyev. Topu rəqibinə vurub meydandan çıxardı. Out. Vüqar Rəhimov. Murad. Xəzər Ağalızadə. Murad yerdə qaldı. Ədalət təmsilçisi davam dedi. Xəzər. Nicat Məhərrəmov. Yarımçıq qalan əmləni tamamlamaq istəyir. Penya Baku. Dirəyə dəyən top Murad. Murad Hüseynov rəqibin ayaqları arasından atdı. Son müdaxilə Fuad Hüseynovdan. İkinlə burada Nicat Məhərrəmov arasında bir anlaşılmazdı. Bir-birlərinə başa düşmədilər. Səhv etmirəmsə texniki məğlubiyyət. Orada mən görüşdüm.
İlkin Vəlizadə. Elmar Qasımov müdaxiləsi var. Anar. Murad. Çətinlə də olsa top meydanda saxlamağı bacarır. İlkin Vəlizadə bir anlıq müqavimətini itirsə də topu itirmədi. Anar. Nizam çevirə bilmədi. Xəzər. Vüqar Rəhimov. Emin Əliyev. Vüqar Emin Əliyev. Orada Murad rəqibinə mane olmuşdu. Qapıdan zərbə. Kamran ötürməsi. Elmir Fətəliyev. Fuad Hüseynov. Emin Əliyev. Emin. Bunun ötürməsi keçmədi. Ağa Səbərovun orada müdaxiləsi var idi. Vüqar. Bir qədər oynadı. Elmar Qasımov. Vüqar Rəhimov. Ağa. İlkin Vəlizadə. Nicat önünə ala bilmədi Ağa. Fuadla mübarizə aparır. Ədalət təmsil davam dedi. Emin Əliyev. Fətəliyevin zərbəsi alınmadı. Korner. Emin Əliyev. Anar. Mərkəzə doğru ötürmə. Məhməd Xəlilov. Xeyr. Hani ondan başlasınlar. Elə bir kontakt ki, onu gedməm var. Mənim oyunçum əslində oynamalıdır, gedməlidir. Dördüncə tutmuşum. Okey, mən sən bu saxlayırsan İndi oyun bərpa olunacaq. Xəzər Ağalızadə. Elmir Fətəliyev. İndi təzyiq edir Sumqayıt oyuncuları. Məhməd Xəlilov təzyiq öz bərəsini göstərdi mi? Qazandığı kimi də itirdi. Emin Əliyev. Bitirmə keçmir. Out. Xəlilov çevirdi. Nicat Məhrəmov. Bir qədər çoxalmalıdırlar meydan rəqib oyunlar sesində.
Necat. Yine kiminle oynayacaq? Vüqar var önündə. Bitirdi topu Emin Əliyev topu elə keçirdi. Vüqar Rəhimov. Elmar. O premiyasını kəsin aldı. Vüqar. Elmir oynadı Fəth Əliyev. Fuad Hüseynov. Xəzər. Tək toxunuşlu ötürmə keçmədi. Out. Vüqar Rəhimov. Səfərovara girmişdi Vüqar. Anar. Xəzər müdaxiləsi vardı. Vüqar. Xəzərin ötürməsi Emin Əliyev Kamra. Özünü çatdırdı. Anar Əməzadə. Necat Məhrəmov. Necat sona qədər oynadı. Bir de ona Arap. Elmir Fəth Əliyev, Emin Əliyev. Topu qapının üzərindən vurdu. Səsvə düşmək mümkün olmadı. Ünvansız ötürmə. Necat Baxşeyev. Elmar Qasımov. Vüqar. Necat Baxşeyev. Vüqar Rəhimov. Fuad Hüseynov, Emin Əliyev. Kamra mənimsədi, top meydanı tərk etməmiş. Əllə götürməyi bacardı İlkin Vəlizadə. Muradlı oynadı. Məhəmməd Xəlilov. Necat, gözlətmədən ötürmə. Fuad Hüseynov. Diaqala doğru ötürmə Elmir Fəth Əliyev. Topu ram etməkdə bir qədər ləngidi. Vüqar Rəhimov. Bunu rəsmiləşdirir. 6-3. Yavaş-yavaş görüşün sonlarına yaxınlaşırıq. Refer də sağdan nəzər yetirdi. Arap koşuları. Arap koşu. Emin Əliyev. Taban ötürməsi Vüqar. Qayda pozulub, Murad qaydanı pozub. Necat Baxşeyev, Necat. Anar idi zərbəni qarşısını kəsən Kamra. Necat Məhrəmov doğru Elmar Qasımov vaxtında qalasını tərk edir. İlkin Vəlizadə. Şatçının istiqamətdə olduğunu gördü. Bəs bu zərbə bu yönümlü idi. Amma Elmar Qasımov özünü çatdırdı. Vüqar Rəhimovla Penyanə hissəmləsi Emin Əliyev. Daban ötürməsi Bəyaq Akuliyev. Fetmir bağışlamır. 7-3.
İlkin Vəlizadə. Keçid yoxdur, əksəmli olacaq Nicat Baxşıyev. Emin oynadı. Çöldən torla sürkələdi Emin. Çərçivəyə düşə bilmədi. Elmar Qasımov, Anar Əhmədzadə. Ehtiyatlı. İlkin Vəlizadə. Keçmədi. Niko ilə. Eksizun başlaya bilər Nicat. Böyüağa Quliyev. Böyüağa bir rəqibinə yayma bacardı Quliyev. Türməyə diaqanla doğru Baxşıyev qapı qarşısına çevirdi amma Eminə çatdıra bilmədi. Anar Əhmədzadə. Öyle ikisini sen eləmişsən. Nə qədər qaldı? Bir iki dəqiqə az qaldı. Nicat Baxşıyev. Elmar Rəhimov. Böyüağa Quliyev, Murad qazanma bacardı. Sumqay təmsilçisi Əksəmliyə səy göstərəcək. Murad bir qədər irələdi. Zərbə Elmar. Gol eləmə. Aşırı reaksiya verdi Murad. Abi kələmə vermişəm. Aa, no. Emin Əliyev taban ötürməsi Elmar. Son müdaxilə Ramin Ağayevdən. Böyüağa. Böyüağa ilə Əksəmlə başladı. Müdafiə hazırda yaxalayıblar. Elmar bir qədər ayaq saxladı. Elmar Rəhimov Kamrana keçid yoxdur Böyüağa. Artıq Sumqayıt müdafiəçiləri geri qayıdır. Nicat Baxşıyev. Emin Əliyev yeniden Nicat. Sonunda bir müdaxilə var idi. Orada Anarla Kamran kombinasiya etdi və Ərgin bir qədər atmasına imkan vermədi. Məsələ bu qarşılaşmanın son epizodu oldu. Ədalət təmsilçisi görüşü bitirdi. Hər iki komanda növbəti turlarda uğurlar arzu edir. Sağ olun, salamat qalın.